Hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu dəfə sizlərlə görünüşü gözəl, dadı möhtəşəm, çox asan piroq resepti bölüşürəm. Siz də bu cür ağızda ovulan ləzzətli piroq hazırlamaq istəyirsinizsə, videomu sonacan izləyin. 400 qram unun üzərinə 1 çimdik duz və 200 qram yumuşaq çörək yağı əlavə edib əlimlə umac hazırlayıram. Çörək yağı əvəzinə margarin istifadə edə bilərsiniz. Bu şəkildə umacımız artıq hazır olur. Üzərinə qabartma tozu, vanil, şəkər tozu, qatıq əlavə edirəm. 1 ədəd bütöv yumurta və 1 yumurtanın ağını əlavə edirəm. Sarısını üzəri üçün saxladım. Bunları əlavə edib xəmir yoğururam. Bu reseptdə əslində süddən istifadə olunmuşdu, amma məndə süd olmadığına görə qatıqla əvəz etdim. Yəni sizdə də əgər süd olmasa qatıq, qatıq olmasa südlə yoğura bilərsiniz. Hər iki halda dadı çox gözəl olur. Orta bərklikdə bu formada xəmir yoğururam və üzərini örtüb 15-20 dəqiqə otaq temperaturunda gözlədirəm. Daha sonra isə yağlı kağızın üzərinə biraz un səpirəm və xəmiri qoyub 1/4 hissəsini kəsib götürürəm. Bunu üzəri üçün istifadə edəcəm. Hələlik soyuducuya qoyuram və qalan xəmiri bu formada bərabər şəkildə yayıram. Təxminən yağlı kağız böyüklüyündə yayıram. Çalışıram yağlı kağızdan kənara çıxmasın. Yaydıqdan sonra diametri 26 sm olan qəlibi bu formada üzərinə qoyub ölçü götürürəm. Əvəzində boşqab da qoya bilərsiniz. Və kənar hissələrində nazik şəritlər kəsirəm. Və kəsdiyimiz şəritləri bu formada bəzək verirəm. Siz isə bu arada kanalıma hələ də abunə deyilsinizsə abunə olub videomu bəyənməyi unutmayın. Dəstək olan hər kəsə indidən təşəkkür edirəm. Necə bəzək verdiyimi videoda görürsünüz. Kənar hissələrini bəzək verdikdən sonra əlimlə biraz daha bastırıram ki, bişərkən açılmasın. Və üzərinə cem əlavə edirəm. Mən alma cemindən istifadə etdim. Bunu da özüm hazırlamışam. Çox gözəl alınıb. Hər tərəfinə bərabər şəkildə yayıram. Apardığı qədər əlavə edirəm. Təxminən 3-4 yemək qaşığı qədər. Yaydıqdan sonra isə soba listinə bu formada rahat bir şəkildə alıram. Üzəri üçün saxladığımız xəmiri nazik yayıb bu formada şəritlər kəsirib bəzəklər verirəm. Gördüyünüz kimi bu formada bəzəklərini üzərinə qoyuram və götürdüyüm yumurta sarısının üzərinə biraz duru yağ əlavə edib fırça vasitəsilə kənar və orta hissələrinə yumurtanı səliqə ilə çəkirəm. Və 180 dərəcəlik sobada alt üst rejimdə pişməyə qoyuram. Üzəri qızarana qədər bişirdim, götürdüm. Çox ləzzətli görünür, çox dadlı oldu. Ətri bütün evi bürüdü. Siz də mütləq hazırlayın və fikirləri mənimlə bölüşməyi unutmayın. Məni Instagram və TikTok hesabından da izləyə bilərsiniz. İzlədiyinizə görə təşəkkür edirəm.